29 aprel 2025-ci il Şərurlu İsfəndiyar yenə mətbuatın gündəmindədir, yenə qalmaqalla. Xəbərə diqqət yetirək. Şərur MTK-nın rəhbəri İsfəndiyar, Şərurlu İsfəndiyar evimi əlimdən alır. Bunu tanınmış ictimai fəal, ekspert Emil Maqalov deyib. Onun sözlərinə görə Saray qəsəbəsində Jasmin Parkda ev alıb. Başına gələnləri belə danışır. Evin kreditini 3 aydan az gecikdirmişəm. Çox vaxt 2-3 ayın kreditini birlikdə ödəmişəm. Özü də nağd əldən ələ. Onda bir söz deyən olmurdu. Yenə həmişəki kimi həmin 3 ayın pulunu ödəmək üçün Şərur MTK-ya gələndə dedilər, müqavilədə göstərilib ki, 2 ay gecikmə olduqda ev digər şəxsə satılır. Bəs bunu 3 ildir niyə demirlər? İndi də mənə bildirirlər ki, müqavilədə yazılana baxma, 3-6 aya birlikdə ödəyə bilərsən deyən işçilər qovulublar. Qarşılaşdığı problemi həll etmək üçün Şərurlu İsfəndiyar ilə görüşmək istəyən Maqalov onun kobud rəftarı ilə üzləşib. İddia edirlər ki, sən evi alanda 2022-ci ildə 1 kvadrat metrin qiyməti 650 manat idi. İndi 1250 manatdır. Evə ödədiyim məbləği, yəni 1 kvadrat metrə 650 manatı qaytarmaq şərti ilə evi əlimdən alır və ya 44 min manat cərimə yazırlar. Çox çək-çevirdən sonra cəriməmi 20 min manata saldı. Halbuki evin ümumi dəyəri 47.700 manatdır. İndi 6 min manata görə ya evi qaytarmalıyam, ya da 20 min manat cərimə ödəməliyəm. Özü ilə şəxsən görüşdüm. Danışmağa belə imkan vermədik. Kobud şəkildə xoşun gəlmir, evi 2022-ci ilin qiyməti ilə qaytar dedi.